həyat sürətimizin fərqində olmaq və ehtiyac olduqda bunu yavaşlatmaq fərqindəyik. Deməli, mən tələbə olanda mənim çəkimin ən yüksək olduğu vaxt sentyabr, dekabr ayları idi. Bu aylarda çəkim o qədər fərq edirdi ki, ətrafımdakı insanlar çəkimin artdığını vurğulayırdılar və həqiqətən də belə olurdu. Mən də düşündüm buna səbəb olan şey nədir? Səbəb olan şey bu aylarda sezonu olan bu karalyok meyvəsi idi. Mən demək olar həmin dövrdə hər gün bu karalyok meyvəsindən ən azı bir, bəzi günlərdə isə 1 kiloqram yarım olmaqla bu meyvədən yeyirdim. Bu əslində çox qəşəng bir xatirədir, çünki təbiətlə bağımızın necə hələ də qaldığını göstərir. Çünki təbiətdə də bəzi heyvanlar ilin müəyyən fəsillərində çəki qazanırlar və daha sonra bu çəkini itirirlər digər fəsillərdə. Bu baxımdan da bu maraqlı bir xatirədir. Lakin təəssüflər olsun ki, son 4-5 ildir ki, bu baş vermir. Niyə bu baş vermir? Çünki mənim başım işə o qədər qarışıb ki, mən artıq il ərzində karalyok sezonunun ya heç fərqində olmuram, ya da ortasında fərqində oluram və bir dəfə bir neçə ədəd olmaqla yeyirəm və yemirəm. Burada çox işləməkdən şikayət etmirəm. Mən işləməyi sevirəm, bəlkə bir çox şeydən çox sevirəm, işimi də sevirəm, ortaya qoyduğum işdən də məmnunam, hər şey yaxşıdır. Sadəcə bu həyat sürəti məsələsi ilə bağlı fərqindəliyimi sizinlə bölüşmək istəyirəm. Bu həyatda sürətimizi müəyyən həddə saxlamalıyıq. Yəni elə etməliyik ki, bizim kitab oxumağa vaxtımız olsun və ya sevdiyimiz meyvənin sezonu gələndə ondan xəbərdar olacaq qədər vaxtımız olsun. Bəzən özümüzə yemək bişirib onu zövqlə yeməyə ayıracaq vaxtımız olsun. Amma əksəriyyətimiz bugünün şərtlərində elə sürətlə yaşayır ki, yəni birinci gün səhərdən işə gedir, gəlir, müəyyən etməli olduğu digər şeylər eləyir. Misal üçün mənim üçün bu kənar layihədir və s. bu formada elə şeylər eləyirik ki, həyat sürətimiz çox yüksək həddə qalxır və bizim üçün artıq aylar, günlər kimi gəlib keçir. Bu bir tərəfdən bəlkə yaxşıdır. Daha çox çıxdı yaradırıq, günlərimiz dolu keçir, darıxmağa bizi qoymur. Amma digər tərəfdən də dəqiq ona görə pisdir ki, biz heç həyatını hiss etmirik. Biz günəşin çıxdığını, batdığını hiss etmirik, sevdiyimiz meyvənin sezonunu gəlib keçdiyini hiss etmirik və bu da məndə həyat sürətimi müəyyən həddə saxlamalı olduğum fərqindəliyi yaradıb və bu gündən etibarən artıq buna əməl etməyə çalışacağam və ən azından bu il ürəyim istəyən qədər karalyok meyvəsindən yeyəcəm. İstədim bunu sizlə də bölüşüm. Bu qədər. Fikirlərinizi yazmağı, siz də eyni şeyi hiss edirsiniz, etmirsiniz. Bunları bölüşməyi unutmayın. Sağ olun.